Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve bihi nesta'in ve huve hayrun nasiren ve mu'in. Allahumme salli ala Muhammed ve ali Muhammed ve accel feracehum. Allah tebarek ve teala inşallah bizleri dünya ve ahirette Muhammed ve ali Muhammed'den kenara salmasın. Onların ziyaretini dünyada, ahirette şefaatine hamımıza nasip ve kısmet eləsin. Söhbətimiz İslam tarixinin haqqında gəlib buraya çatdı ki, Peyğəmbər 13 il Məkkədə qalandan sonra çox çətinlik ilə və ağır bir vəziyyətdə ki, düşmənlər onu təhdid edirlər. Allahın əmri ilə Məkkə-i Mükərrəməni tərk eləyib, o Sur mağarasından Allahın hökmü ilə gecə ilə Mədinəyə sarı hicrət elədi. Birinci Mədinəyə hərəkət edəndə Quba kəndində huzur tapdı və hududu 3-4 gün, bir həftəyə demək olar yaxın orada qaldı və o az müddətdə orada bir məscid tikdi və orada yaşayan müsəlmanların ixtiyarında qoydu ta onlar o məsciddən istifadə edələr. O neçə gün ki Quba kəndində təşrifi var idi, həman müddətdə demək olar o günlərin axırında idi ki Ali əleyhissalam da Məkkədə qalan müsəlmanlarla barabar bu həmlikdə gəldilər və Peyğəmbərə Quba kəndində mülhəq oldular. Peyğəmbər və Ali əleyhissalam və digər müsəlmanlar ki Ali əleyhissalamla barabar gəlmişdilər Mədinəyə sarı, bu həmlikdə qərar oldu ki Mədinəyə hərəkət eləyələr və Mədinəyə daxil olalar ki, həqiqətdə Quba kəndi ilə Mədinənin arası hududu 12 kilometr fasilə vardı. Bu fasiləni tey eləyib Mədinəyə çatdılar. İndi Mədinə cəmaatı demək olar 3 il hududundadır ki Peyğəmbərə iman gətiriblər və Peyğəmbərin məhəbbəti, əlaqəsi onların ürəyində yaranıb, ləhzə-ləhzə intizarda başa aparırlar ki, nə vaxt olar biz Peyğəmbərin gül cəmalını ziyarət edəcək. Odur ki, hər qəbilə və hər kəs demək olar müntəzirdir ki, Peyğəmbər Mədinəyə keçə və onu qarşılaya və Peyğəmbər onun evinə gedə. Bu istədik, bu nəzər elə hamının nəzəri idi Mədinədə ki, hamı arzu elirdi Peyğəmbəri ziyarət eləyələr və Peyğəmbər onların evinə gedə. O cümlə qəbilələrdən ki Mədinədə yaşayırdılar uzun müddət və demək olar adlı sanlı, məruf və məşhur qəbilələrdən idilər. O qəbilələrdən birisi ibarətdir Ovs və digəri Xəzrəc qəbiləsindən ki, bunlar Peyğəmbərin girişindən Mədinəyə xəbərdar oldular. Odur ki, müəyyən lazım olan təmiz bir libasları, paltarları geydilər əyinlərinə və lazım olan silahları özləri ilə götürdülər və Peyğəmbərin istiqbalına çıxdılar eşiyə ki, Peyğəmbəri qarşılayalar. Odur ki, Peyğəmbər ki minmişdi öz dəvəsinə, gəlirdi Mədinəyə sarı və istirdi Mədinə şəhrinə daxil ola, gördü çoxlu bir cəmiyyət, cavan, qoca, ümumiyyətdə müsəlmanlar, Oğuz qəbiləsi, Xəzrəc qəbiləsi sər və səda ilə, müfəssəl bir təşkilatla, əzəmətlə çıxıblar eşiyə və Peyğəmbərin Mədinəyə daxil olmasını gözləyirlər.
gördüler Peygamber binibdi devesine, daxil oldu Medine'ye. Peygamberin etrafını aldılar ve Peygamberi muhabbetle, alakayla, çok sevinclə ve nihayet derecede eşq ve alakayla Peygamberi karşıladılar. Ve her birisi bunlardan demek olar, hey arzu edirdi ve istəyirdi Peygamberden ki, ya Resulallah, ey Peygamber, xahiş edirəm səndən bizim mənzilə, bizim evə təşrif gətir. İndi siz təsəvvür eləyin, Peygamber bunlara ne desin? Hansının sözünü icabet eləsin, hansının sözünü kabul eləsin, kimin evine getsin ki o birisinin ürəyinə dəyməsin. Burada bu məsələni seçmək və intixab eləmək elə çətin bir məsələdir. Odur ki, Peygamber belə buyurdu: ay cemaat, ay Müslümanlar, ay Ovsu Xəzrəc qəbiləsi, mənə lazımdır sizə belə bir cavab verəm. Mənim dəvəm hər kimin qapısında, hər kimin məntəqəsində dizini yerə qoysa, mən o kəsin evinə getməliyəm. Bu Allah tərəfindən gərək biləxərə təyin olunan və Allah görək bu məsələni kimə qismət eləyir, kimə qismət olur ki, mən onun evinə gedəm. Odur ki, Peygamber bu karvanı ilə və öz qruppası ilə Medine'nin şəhrində hərəkət edirdi, cəmaət də Peygamberi qarşılayırdı. Ta gördülər Peygamberin dəvəsi böyük bir dənə bir yerdə ki, boş uydu, boş bir yer idi, böyük bir yer idi. Orada dizini yere koydu ve orada demek olar oturdu ve yattı. O yer kimin üçünüydü? O yer 2 tane yetimin malıydı. Sehlo Suheyl adında, ki bu 2 tane yetim Es'ad ibn Zurare'nin himayesinin altında yaşayırdılar. O yer elə bir yer idi ki, demək olar Müslümanlar orada xurmalarını sərirdilər ta xurmaları quruya ve yetişə. Ve o yerin yapışığında bir evi Ebu Eyyub Ensari'ye aidiydi. Demek olar en yakın ev Peygamberin o dəvəsinin dizini koymaq yerə və o yerdəki Peygamberin dəvəsi oturaq elədi və yatdı. O yerə yaxın ev Ebu Eyyub Ensari'nin eviydi. Ebu Eyyub Ensari'nin bir koca anası var idi. Elə ki gördü bu kadın ki gördü Peygamberin dəvəsi orada dizini yerə koydu ve lazım gördü ki tezliğlə fırsattan istifade eləyə. Odur ki fırsattan istifade elədi. O vəziyyətdə, o mövqiyyətdə ki hər kəs hey tələb edirdi Peygamber onun evinə gedə. Peygamberin sumkasını və sailini, əsasiyyəsini özü ilə götürüb koydu Ebu Eyyub Ensari'nin evine. İndi buradaydı ki cerrub bəhs şuru olubdu. Bu deyir gedək bizim evimize, o deyir gedək bizim evimize. Peygamber soruşdu ki mənim sumkam hardadır, kim apardı? Vesailim, əsasiyyəm, sumkam kim apardı? Dediler ya Resulallah, senin sumkayın Ebu Eyyub Ensari'nin anası apardı öz evine. Elə ki Peygamber bu sözü eşitti. Peygamber buyurdu: El mer'u ma'a rahlihi. Her kişi, her şəxs öz vəsailiyle, öz sumkasıyla olmalıdır. Yani o eve ki mənim sumkam gedib, elə mən də o eve getməliyəm. O idi ki Peygamber bu müşkülü bu cür həll elədi və hamı bu məsələyə razı qaldılar. Dikkat buyurdunuz ki Peygamberden Medine cemaati Müslümanları Uveys-i Xəzrəc qəbiləsi
çox şovqla, iştiyaqla və əlaqə ilə Peyğəmbəri qarşıladılar və ondan istiqbal elədilər. Odur ki, Peyğəmbər baxdı ki, bundan bu yana cəmaətin gəlişi, gedişi olacaq Peyğəmbərin yanına, qrupba, dəstə gələcəklər, gedəcəklər və ondan əlavə müsəlmanlara lazımdır bir müəyyən yer ki, lazım olan məxlər, müsəlmanlar o evə, o qismətə, o məntəqəyə, elə bir bənaya toplanarlar və orada lazım olan bir işlər, söhbətlər və fikirlər mətrah ola cəmaata deyilə. Oydu ki, Peyğəmbər təsmim tutdu, bir dənə bir ümumi bir yer, ümumi bir ev tikə, məscid adında, nəzərinə gəldi bir ev tikəm, məscid adında ki, o məscidin içində bütün təlim və tərbiyyət işləri, siyasi işlər, qəzavət işləri və digər müsəlmanlara aid olan bir işlər o bənanın içində, yəni məscidin içində mesela əncam verilə və o işlər orada görülə. Və odur ki, Peyğəmbərin dəsturu ilə, əmri ilə, istədiyi ilə hər həftədə neçə dəfən, bəlkə hər gün demək olar namaz vaxtlərindən başqa ayrı bir vaxtlar məscid elə bir yer olmuşdu ki, müsəlmanlar müxtəlif işlərə görə oraya toplanırdılar, gəlirdilər və Peyğəmbər onları orada təlim və tərbiyyət edirdi və lazım olan sözləri, söhbətləri, əhkamı, şəriəti onların xidmətində qoyurdu və onlara izah edirdi. Hər halda müsəlmanlar ki, gəlirdilər, gedirdilər və İslamın məsaili ilə, məsələləri ilə tanış olurdular və müxtəlif məsələlərdə Peyğəmbərlə məşvərət eləyirdilər. Budur ki, biz bu məscidin vəziyyətinə baxırıq Mədinədə, baxırıq ki, bəli, belə insanın nəzərinə gəlir ki, məscid o zaman fəqət ibadət üçün deyildi. Bəli, ibadət vaxtları, yəni namaz vaxtları müsəlmanlar məscidə gəlirdilər, məscidə doldururdular, namaz qılırdılar. Amma namaz vaxtlarından başqa bir vaxtlarda da ayrı bir işləri orada görürdülər. Təlim və tərbiyyət işlərinə, əhkam işlərinə, maarif işlərinə, əxlaq dərsi, Qur'an dərsi və ayrı bir dərslər və işlər orada başa gedirdi və əncam verilirdi. Ta hududan 4-cü qərnə qədər, 4-cü qərnəçən o məscidin vəziyyəti belə idi. Yəni demək olar ki, məscid o zaman elə bilərsən bir dənə bir məktəb idi, bir mədrəsə idi ki, namaz vaxtında namaz qılınırdı. Belə bir şərait vardı o zaman məsciddə. O yeri ki, Peyğəmbərin dəvəsi orada dizini yerə qoydu və belə göstərdi cəmaata ki, Peyğəmbər bu evə, bu yerə yapışan evə getməlidir ki, o evdə ibarət oldu Əbu Əyyub Ənsarinin evindən ki, bu bir saadət idi. O şəxsə nəysə xülasə Peyğəmbər neynədi məscid üçün? Həman yeri ki, böyük bir yer idi, boş bir yer idi və o 2 dənə yetimə aid idi, Səhl-i Suheylə. Gəldi Peyğəmbər o yeri bunlardan hududu 10 dinara aldı və müsəlmanlarla barabar birlikdə, bahamlikdə köməkləşdilər və məscidi o boş yerdə tikdilər. Həm müsəlmanlar kömək edirdi və həm Resulü Xuda sallallahu aleyhi və alihi və səlləmin özü hamıdan artıq bu məscidin tikməsində səhmi var idi və iştirak edirdi. Müsəlmanların köməyi ilə ki, ələ vermişdilər bu həmlikdə bu bənanı şuru elədilər, məscid başa çatdı və ilbəil məscidin
vüs'əti artırdı. Çün görürdülər müsəlmanların sayı artır, get-gəl çoxalır. Bu məscid onlara cavabdeh deyil, cavab verə bilmir. Lazımdır ki, məscid vüs'ət tapa, genişlənəm. Odur ki, ilbəil də bu məscidə vüs'ət verirdilər ki, Allah inşallah bütün Məkkə və Mədinəni arzu eləyənlərə qismət eləsin ki, inşallah gedəsiz, yaxından Məkkəni ziyarət edəsiz və Məscid-ün Nəbidə ki, onun əsasını, payəsini birinci Allahın Rəsulü müsəlmanların köməyi ilə həman Mədinədə və o boş yerdə ki, bəna qoydu, gedəsiz inşallah orada namaz qılasız, ibadət edəsiz və Allahı yada salasız ki, görəsiz həman məscidi ki, 1400 il təxminən bundan qabaq o məscid orada bəna eləmişdi. İndi görəsiz ki, nə qədər vüsət tapıb, hal-hazırda Məscid-ün Nəbi Mədinədə ən böyük bir məsciddir İslam dünyasında. Peyğəmbər Mədinəyə keçməmişdən qabaq nəzəri buyurdu ki, indi ki mən istəyirəm Mədinə cəmaatının içinə keçəm və onların içində yaşayam. Birinci iş mənə lazımdır ki, mən çalışam onların qəlbini, ürəyini bir-birə yaxın eləyəm. Çün İslamdan qabaq çoxlu bir qəbilələrin arasında, o cümlə Ovsu, Xəzrəc qəbiləsinin arasında narahatçılıq və küsməxlik yaranmışdı ki, bir növ düşmənçəlik və narahatçılıq bu qəbilələrin arasında var idi. Elə bir məhəbbət, səfa, səmimiyyət yox idi onların arasında. Liza ona görə də Peyğəmbər özünə lazım bildi ki, bu işi onların içində yaradam. Peyğəmbər ki, Mədinəyə daxil oldu, hiss elədi ki, 3 dənə böyük bir müşküllə üzbəüzdür. O müşküllərin birisi ibarət idir bundan. Necə Peyğəmbər Məkkədə olanda müşriklərin, butpərəstlərin və Səran-ı Qureyşin xətəri Peyğəmbəri həmişə təhdid edirdi. O təhdid genə də müşriklərin tərəfindən ki, demək olar, elə həm Məkkədə onlar var idi və həm Mədinədə və müxtəlif bir yerlərdə ki vardılar, onların xətəri elə Peyğəmbərə, baxmayaraq buna ki Məkkədən uzaq düşübdür, gəlibdir Mədinəyə müsəlmanlar içinə, elə genə də təhdid edir. Bu bir xətəridir və müşkülüdür. Peyğəmbər gərək həmişə bu təhdidin və xətərin fikrində ola, özünü və müsəlmanları bu xətərdən qoruya. İkinci xətər və müşkülü ki, Peyğəmbər onunla genə demək olar müvacih idi, üzbüzü idi. O Yəhudi Yəsrib məntəqəsində, Mədinə məntəqəsində olan Yəhudilərin xətəri idi ki, bir sıra Yevrilər, Yəhudilər Mədinədə və Mədinənin xaricində yaşayırdılar və müsəlləmdir ki, onlar Peyğəmbərlə xoş deyildilər və bir növ təhdididir bu onların varlığı Peyğəmbər üçün. Odur ki, bu da bir müşkülüdür. Və üçüncü müşkülü ki, Peyğəmbər görürdü ki, Mədinədə var, o ibarət idi Ovsu Xəzrəcin qəbiləsinin ixtilafından. Uzun müddət bu iki dənə məruf qəbilənin arasında demək olar ixtilaf var idi və lazımdır Peyğəmbər indi bu müşkülləri rəf eləyə, bu müşkülləri aradan apara. Ovsu Xəzrəc Ənsar cəmaətini təşkil verir. Mütəvəccihsiz və müstəhzərsiz, bilirsiniz ki, bizim bir muhacir varımızdır, bir ənsar.
Yani Peygamber Medine'ye varid olanda hem ensarla üzbeüz oldu hem muhacirlerle. Muhacir kimlere değiller? Hansı Müslümanlara? O Müslümanları ki uzun müddet Mekke'de kalırdılar ve Mekke onların vətəniydi. Ama Mekke onlar için naamn oldu, daha eləyə öz hayatlarını orada devam vereler. Mecbur oldular ve Peygamberin məsləhəti öz vətənlərini, öz ölkələrini, Məkkəni terk edip Medine'ye hicret elədilər. Bir halda ki daha heç özləri ilə gətirmədilər. Bütün evleri ve evlerinde olan vesailler, levazımat, eşya hamısı kaldı ve Seran-ı Kureyş o putperestler onları müsaade eyledi ve öz ihtiyarlarına götürdüler. Her halda o naemlilik bahis oldu ki onlar Mekke'ni terk edip Medine'ye hicret eləyələr. Odur ki Medine'de bir sıra Müslümanlardan ki Mekke'den Medine'ye köçmüştüler, onlara değiller muhacir. Ensar ibarettir o Müslümanlardan ki bu muhacirleri çıktılar, karşıladılar ve her ensar bir neçə nəfər muhacire öz evinde yer verdi, yardım elədi, kömək elədi ta o muhacirlerin müşkilat malisi, çetinlikleri həll ola. Odur ki Medine'de Medine halkına ensar deyilir ki yani kömək elədilər o muhacirlere ve yardım elədilər. Bu babetten onlara ensar deyilir. İndi Peygamber'e lazımdır ki Medine'de olan bir ihtilafatı ki kabilelerin arasında var, o ihtilafatı aradan apara, bu iki kabileni birbirine məhəbbətli eləyə, vahab elə, çalışa, ensarla muhacirin arasında muhabbet yarada, elə bir muhabbet ki iki dənə qardaşın arasında yaranar. Odur ki Peygamber Allah tarafından memur oldu, Peygamber'e hüküm olundu ki eğer sen istəyirsən ensar-ı muhacirin arasında muhabbet yaradasan, sana lazımdır ki bunları birbirine kardeş eləyəsən. Ama Peygamber ne cür bu işe kadem koydu ve bu işi ne cür başladı ve işin sonu haraya çattı? İnşallah gelen söhbətimizdə sizi əzizlərin xidmətinə təqdim elərəm. Sizi böyük və mehriban Allaha tapşırır.